Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, Məhəmməd Qaraçiyevin 100 sınaq test toplusundan 11-ci siniflər üçün sınaq 17-nin izahına baxırıq. Qeydedilmiş uşaqlar yanvar ayının 1-dən etibarən 11-ci siniflər üçün sınaq qruplarımız başlayır. Əlavə məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə suallarımıza keçək. Bir dəqiqə gözləyin. Birinci sualda nə deyir ki? Dəqiqə. Birinci sualda uşaqlar doktor, həkim sözü deməli, üçüncü şəxsin təkidir. Qadın da olar, kişi də olar. Himself, bir də herself. Yəni 2-4, o da or D bəndi. İkinci sualımızda herself də onun bacısı. Bacı qadın cinsindədir və adlı haldadır. Xəbər cavab özündən sonra. Yəni she ilə əvəz olunmalıdır. A-nı, C-ni, D-ni çıxdıq. A large garden, böyük bir bağ, cansızdır, təkdədir, dem olmaz, it olacaq, cansız tək it olur, ye. Üçüncü sualda grandma, nənəyə baxacam. Qadın cinsindədir, adlı haldadır, she ilə əvəz olunur, digərlərini çıxırıq. Sweater, yəni polar köynək, qalın köynək. Bu cansız tək isimdir, dem olmaz, it olur, B bəndi. Dördüncü sualda papers, cəm isimdir. Can you hand? Papers cəmdədirsə this, that olmaz, it olmaz. Adlı xaldan sonra isim gəlmir, yəni they də olmaz. Amma these cəmlə işlənir, ye bəndi. Beşinci sualda James'dən sonra vergül qoy baxaq, xitabdır onda. Xitab təkdə olanda qayıdış əvəzliyi olur yourself. O da olur onda A bəndi. Your lunch, yourself. Altıncı sualda don't take hot glass. Glass təkdədir. Those ya da these olmur. Ya B'di ya da yedi. İndi you'dursa mübtəda, yourself ya da yourself sor. Itself olmayacağına görə ye bəndi. Ayda bir dəqiqə gözləyin uşaqlar. Əlimdəydi. Səhvliylə. Demək, neçənci sualdayıq? 7. 7-ci sualda pair sözü, cüt sözü təkdir. These ya da those olmur. B, D, Y getdi. You'dursa yourself ya da yourself olur. Yəni himself olmayacağına görə bu da olur A variantı. Dəqiqə gözləyin görüm. 8-ci sualda. 8-ci sualda E artiklı verib. Biz bir sifət əvəzliklərindən sonra artikl gəlməz. Yəni itsi çıxıram, bitki olanı. İtdən sonra xəbər gəlməlidir. Artikl gəlməz. Ya it isdir ya da it is yenə. Ya dedi ya ye. Digər tərəfdə visitors, ziyarətçilər, turistlər ismi gəlir. Birbaşa isim gələndə bitki it yazırıq. O da or D bəndi. It apostrof S-dən sonra heç vaxt birbaşa isim gələ bilmir. Arada mütləq əlavə söz olur. İndi keçirik 9-cu sualımıza. 9-cu sualda yenə E artiklı veribdir. Birbaşa isim gəlmədiyi üçün bitki itsi çıxırıq. Ye getdi, C getdi. İtdən sonra da xəbər gəlməlidir, artikl gəlmir. Sonra digər tərəfdə perfect weather, əla hava, sifət plus isim gəlib. Sifət plus isim gəlibsə, burada sifət əvəzliyi yazmalıyıq. It is artıq yazamırıq. Olacaq it's perfect weather for a picnic. O da olur A bəndi. Yox, bir dəqiqə gözləyin. Nəysə səhv elədim mən burada. Çünki burada ikinci cümlədir. Baxın, burada vergül var. Vergüldür, nöqtədir, görmürəm ki. It is a sunny day. Gözəl bir, günəşli bir gündür. Perfect weather for a picnic. Burada xəbər yoxdur. Xəbər yoxdursa mən bitki itsi yazamıram. Xəbər yoxdur axı. It is perfect weather for a picnic. Piknik üçün əla havadır. Yəni D bəndi. 10-cu sualda. 10-cu sualda of-dan ayrılanda of-dan əvvələ baxırdıq. Noise səs cansızdır, it-lə əvəz olunur. Dey, deyir, bunlar çıxmalıyıq. Neighbors, qonşular cəm isimdir və feildən sonra işlənib təbii ki, obyekt olacaq. Cümlənin sonunda adlı xal işlənməz, B bəndi. 11-ci sualda. An old friend of his. Təbii ki, of-dan əvvəlki friend-ə baxırıq. Təkdir. Adlı xalda olduğu üçün he ya da she olacaq. Yəni his olmur, her olmur. Bunlar çıxdıq. John kişi cinsindədir. Demlə əvəz olmaz, himlə əvəz olunur, D bəndi. Sonra keçirik 12-ci sualda. 12-ci sualda not only, but also ifadəsi var. Not only, but also ifadəsində nəyə diqqət eləməliyik?
talent ismi gəlibdir. Burada ona baxmalıyıq. İsim gəlibsə, him yazamırıq. Obyekt addan sonra isim gəlmir. Himself də yazamırıq. Çünki qayda əvəzliyi isimlə işlənmir. His talent, but also dedication, bu da isimdir. Yəni himself-i çıxırıq, himi çıxırıq. Yəni his dedication D bəndi. Sonra 13-cü sualda not veribsə, it apostrofesi olacaq. It is not ifadəsidir. B-ni çıxırsınız, C-ni də çıxırsınız. Çünki it birbaşa isim istəyir ya da sifət plus isim. Digər tərəfdə recommended, idili feil gəlib. It's-dən sonra belə deyək, sifət plus isim gələ bilər ya da feil sifət plus isim gələ bilər. Amma idili feil gəlib, burada da isim yoxdur. Ona görə birbaşa bitişi itsi çıxırsınız. It-dən sonra recommended yazsaq, o tövsiyə etdi. Məna düz gəlmir. Tövsiyə edilir olmalıdır. Məsul olduğu üçün A bəndi. It is not easy to train 6 times a week. Həftədə 6 dəfə məşq etmək asan deyil. So it is recommended to work out 3 or 4 times a week. Buna görə də həftədə 3-4 dəfə işləmək tövsiyə olunur. It desəm, deyəcəm cansız bir şey tövsiyə etdi. O da mənaca düz gəlməyəcək. 14-cü sualda that is my cat and I take care of. Baxın, burada 2 boşluq var. Sözündən sonra obyekt al gəlir. It is falan gəlmir. Bunları çıxırıq. Digər tərəfdə one of the cutest. One of gəldiyinə görə it's yazamırıq. Bitki it's-dən sonra isim gəlməlidir. One isə isim deyil. It is one of the cutest things in my life. Mənim həyatımdakı ən şirin şeylərdən biridir. Sonra 15-ci sualımıza baxırıq bir dəqiqə. 15-ci sualda deməli, letter təkdədir məktub sözü. These, those olmur. Yəni C, D, getdi. Bu birisi tərəfdə feildən sonra obyekt al gəlməlidir. Dem yazamıram. Çünki cəmdə olan isim yox ki, it olacaq. How did they find this letter and have they opened it? Onlar deyir, bu məktubu necə tapdılar və onu açdılarmı? Açıblarmı? Artıq onları yazamaram. Cəmisim yox idi çünki. 16-cı və sonuncu sualımızda did she tell you? News, xəbər sözü tək isimdir. Those olmaz, these olmaz. I heard. İndi cəmisim yoxdursa, they və onun formaları işlənməz. It-lə əvəz eləyəcəm. I heard it from a friend of mine. Mən onu dostumdan eşitmişəm. Yəni nəyi? Xəbəri. Bu da belə, yəni sınaq 17 bu qədər idi. Ümid edirəm ki, videonu bəyənmişsiniz. Əgər bəyənmişsinizsə, videonu like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. Qeyd etdiyim kimi dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.